burun tutulmalarında, xüsusilə hemorid, qrip, zökəm hallarında, eyni zamanda frontit və sinusit problemlərində bizim insanlarımız gedirlər aptekə 3-5 manat arasında qiymətə ucuz və sərfəli dedikləri adi dəniz suyularını alıb istifadə edirlər. Adi dəniz suyu almaqdansa zaten apteklərdə satılan bankalar var, natrixlor, onu alıb şprisinə istifadə eləməyiniz də eyni nəticəni verəcək. Amma mən sizə daha yaxşı effekt verən və daha problemsiz və daha tez kömək eləyən bir vasitə göstərəcəm. Təbii qiyməti 20-25 manat ətrafında dəyişir, apteklərdə var, amma zəhmət olmasa ürəyin üzərinə basın, videonu bəyənin, fikirlərinizi yazın və videonu problemi olan adamlara göndərin ki, onlar da faydalana bilsinlər və sizin onlara köməyiniz dəysin bu halda. Məsələ nədir? Birinci növbədə dəniz suları və o natrixlorun niyə tərəfdarı deyil burun boğaz həkimləri? Ona görə ki, o burunun daxilində quruluq yaradır. Və quruluq yaratdığı halda siz özünüzü daha narahat hiss edirsiniz. Məcbur olaraq burunda siz barmağınızı burnunuza salmaqla burnun daxilini təmizləməyə başlayırsınız. O halda burnun daxilini zədələyə bilirsiniz. Bəzən dırnaqlarınız dəyir, orada kapilyarları partladır və s. Nəticədə burundan qan açılmaları yaranır. Bu da orada infeksiya keçə bilər və başqa problemlər yaranmasın deyə İstifadə edəcəyiniz ən yaxşı vasitə Nasorins Plus spreydir. Bu adi bir sprey deyil. Niyə görə? Çünki bunun içində 250 milli və çox sərfəli olduğu səbəbləri mən sayıram sizə, özünüz biləsiniz artıq. Birinci növbədə bu 250 milli bir bankadır və içində 25 dənə paket var. Belə bir paketdir. Bu 25 paketin hərəsini bir dəfə istifadə eləmək olur. Hansı ki, tökürsünüz bu bankanın içinə toz şəklində və otaq temperaturunda olan burada özünün xətti var. Bura qədər suyu tökürsünüz içinə və çalxalayırsınız. Bir də burada görürsünüz, bax, ventilyator kimi bir şey var bu qapağın içində. Buna ağıllı qapaq texnologiyası deyirlər. Və bu ağıllı qapaq texnologiyasının iş prinsipi budur ki, siz başınızı 30 dərəcə belə əymək şərti ilə bunu qoydunuz burnun ucuna və sıxanda avtomatik olaraq bu sprey kimi püskürtmə vermir. Çünki sprey kimi püskürtmə versə, sprey maksimum burnun bu hissəsində, o ciblərin girişində qalacaq və siz onda məcbur olursunuz ki, bir burnunuzu tutub belə dala çəkməklə. Amma burada elə bir şey yoxdur. Bu, istifadə olunanda artıq burulğan kimi, ventilyator kimi bütün aşağıdan başlayaraq heymor ciblərindən, sinus cibləri və frontit ciblərini hamısını təmizləyərək burunun digər tərəfindən orada olan çirki və yığıntıları müxtəlif rəng, bayaqki videolarda demişdim onu mən, hansı ki, deməli orada olur tünd sarımtıl, tünd qəhvəyi və tünd yaşıl rəngdə bəlğam kimi yığıntılar olur və o həm də çox şiddətli baş ağrısı və qızdırma da verə bilir. Siz Nasorins Plus istifadə eləməklə onu aradan qaldıra bilirsiniz. Eyni zamanda Nasorins Plusun tərkibində gialuron turşusu var. Yəni sizdə quruluq yaratmır. Əksinə orada nəmlənmə yaradır və burnun içi daima təmiz və nəm qalır, rahat nəfəs ala bilir. Ona görə də siz ümumiyyətlə gün ərzində daha rahat nəfəs ala bilirsiniz və gün ərzində 2 dəfə istifadə eləməyiniz tam kifayət eləyir. Bir qutu bir adam üçün bir həftə, təxminən bir həftədən də daha çox bəs eləyəcək, amma 2-3 gün ərzində siz zaten problemdən canınızı qurtarmış olasınız. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Şəhərin bütün apteklərindən əldə eləyə bilərsiniz. Çox sağ olun, hələlik.